Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Masazırın girişində Kupçalı yeni tikinti təyinatlı 2 sot yarım torpağımız satışa çıxarıldı əziz izləyicilər. Eni 7 yarımın dərinliyi isə birbaşa bir 32-33 metr gəlir əziz izləyicilər. 2 sot yarımdır, tikinti təyinatlı, FTK və Kupçal. Torpaq ümumən hamısı betonlanıbdır. Daxilində də bu kubik daşlar bura aiddir. Hə. Daxilində də deməli mişar daşlar var, onlar yığışdırılacaq. Ümumən hər yeri betonla, monolit beton verilmişdi. Evin tikintisi, burada ev tiksəz, burada nəzərdə tutulub. Giriş hissədə, bu yol tərəfdə qazdır, işıqdır, sudur, hamısı yanındadır gördüyünüz kimi. Hamısı işıqdır, qaz, su hamısı yanındadır. Hündür bir ərazidir. Masazırın giriş sağ yuxarı massivdir. Masazır dairəsinə buradan bir 500-600 metr məsafəsi olar. Hər tərəfə çıxışı var. 569 sayılı marşruta bir 50 metr məsafədə yerləşir. Marşruta çox yaxındır. Ətraf yaşayışlı, mərkəzi kanalizasiya sistemidir. Əzizləyicilər, bu evin, istəsəz bu evin layihəsində də eyni bunun yanında ev də tikə bilərsiniz. Həyəti belə düşəcək və ya əslində bura torpaq yiyəsi deyir ki, burada ev tikintisi burada nəzərdə tutulub. Həyət onda arxa hissəyə düşür əzizləyicilər. Münasib bir qiymətə satışa çıxarılıb videonun üzərində qeyd eləyəcək. Əzizləyicilər, gördüyünüz kimi giriş hissəsi monolit beton verilib. Bura qarajdır. Buranın girişi qarajdır. Evə birbaşa belə deyək, bu hissədən də hündür bir pilləkənlə evə də qalxa bilərsiniz və gördüyünüz kimi qarajda göstərirəm. Qaraj qapısını. Evin altını belə bir gözəl layihə veribdir. Bu hissə qarajdır. Ev də bunun üstündə istəsəz burada tikərsiniz, istəsəz arxa hissədə inşallah tikə bilərsiniz. Sadəcə arada zabor tikiləcək. Ətrafını görsədim. Bu hissə qarajın girişidir həyətdən. Qarajdan da birbaşa belə keçmək olur. Bura üstü bağlanacaq. Layihəni özünüz necə istəsəz inşallah elə də tərtib eləyərsiniz. Torpaq hissəsi gəlir. Bax, bu buradakı qonşu divarlarına qədər sahəsi var torpağın və bu zabora qədər. 7 yarımın 8-ə, yəni 7 yarım 8 metr eni gəlir. Bax, bura qədərdir. Burada da qonşu ilə arasında metal turbalarla bərkinmə işi divara tərəf olunubdur. Ətraf da yaşayışdır. Hamısı 2 mərtəbələrdir. İstəsəz burada da bunun da yanında bu evin də yan bayan üzü panorama birbaşa şəhərdir. Deməli, hər tərəf buradan çox aydın bir şəkildə görsənir. Çox hündür bir massivdir, təmiz havadır. Masazır dairəsinə 5 dəqiqə, 10 dəqiqə piyada, 2-3 dəqiqəlik maşınla, marşrutla düşdün 50 metrdir. Marşrutdan düşdün, evə çox yaxındır, yəni torpaq sahəsinə çox yaxındır. Burada da ən azı bir 2 mərtəbə və ya 6 qaraj tikilsə, çox gözəl, aydın bir şəkildə hər yer görsənir gördüyünüz kimi. Panoraması çox gözəldir. Buradan istəyirəm hündürdən sizə göstərim. Buradan baxa bilərsiniz. Bütün şəhər buradan görsənir. Ətraf da yaşayışdır gördüyünüz kimi. Ətraf da yaşayışdır. Qiymət də videonun üzərində qeyr olunacaq əziz izləyicilər. Tikinti təyinatlıdır, Kupçalıdır, FTK evə Kupçal. Uzunluğu təxmini özümüz ölçdük. Deməli, uzunluğu birbaşa ən azı bir 32, 33, 34 metr gəlir. 2 sot yarıma yaxındır əzizləyicilər. Burada yerləşmə yeri də burada ətrafda, torpağın sotu ətrafda 25 mindir, amma bunun bir sotu 25 mindən aşağıda nəzərdə tutulacaq. Qiymət dəqiqləşdirək, hesablama gedir. Sonunda videoda qeyd olunacaq, qiymət də sizə deyiləcək. Masazırın girişində Kupçalı 2 sot yarım torpağı. İnşallah fürsəti əldən verməyin. Xahiş olunur, kanala abunə olub bəyənib paylaşmağı unutmayasınız. Nömrəmiz 050 473 45 09 əzizləyicilər. İstəsəz inşallah belə deyək, ya WhatsApp-a ya zəng eləyin, ətraflı məlumat verək, göstərək. Allah alana da satana da xeyir versin. Sağ olun, izlədiyiniz üçün təşəkkürlər.